İran şəhərlilərin yalanları Rza Şah gələndən oduna yetişdi. Yəni Rza Şah zamanı da bilir o Hitlerdən alınan Ariyaya sözün başladı ki, İranda yaysın Rza Şah. İndi istəyir bir dənə Ariyaya sözü ki, cürəmədi onu bu ölkədə yaysın. Gərək neyinə görə əvvəldə onun dalsına bir binöyrələr, bir duvarlar sürüyə ki, ona dayaq ola. Ariyaya sözünə, Ariyaya ideolojisine dayaq gərək ola. Nə tür dayaq ola? Yalandan və təhrif olunmuş ötək və ya tarix cürrəsini biləsən. Yalandan və təhrif olunmuş özü gördüyü işlər desin. O gördüyü işlər nə mənadır? Məsələn deyir, mən birinci danışgaha cürrədim bu ölkədə. Tehran. Ulan nə birinci danışqa düzən bu ölkədə? İranın modern danışqa. Birinci danışqa hələ indi ona tay, birinci beynəlmiləli danışqa hələ indi ona tayda gəlinməyibdi. Rəbb Rəşidi danışqası idi Təbrizdə. 6 dildə orada tədris olunurdu. Hələ də ki, hələ o cür bir danışqa bizim ölkədə yoxdur. Yəni bizim birinci modern danışqa Təbrizdə və İlxanın zamanı cürrənibdir. Və heç rəbb yoxdur Pəhləviyə ya İran şəhərləri.